Gəlin baxaq görək nə aldıq. Çox yoruldum. Dəhşət çox yoruldum. Yaydı deyə Məryəmə bundan aldım. Bilsiz nədir? İçi belədir. Yəni uşaqdır da, istərsəməz qızdır, həm də səhvli eləyir ona görə. Bunu çox münasib qiymət aldım. 3 manat aldım burada. Bir dənə belə qəşəng dəst götürdüm. Məryəmə götürmədim. Bunları hədiyyəlik götürmüşəm. Qəşəng pakovkalayacağım. Hədiyyəlik. Çox qəşəng materialı var. Çox qəşəng, streçlidir. Streçli paltarlar uşaqlara həmişə çox qəşəng olur. Rahat olur uşaq üçün. Bu belə. Sonra qəşəng belə bir dəst. Bir dənə də belə bir qəşəng bir dəst. Bu da belə. Bunlar hədiyyəlikdir. Hədiyyəliklər heç. Pakovkalamaq lazımdır. Ay, papağı düşdü yerə. Bizim özümüzündür. Bunu da Məryəmə götürdüm qızlar. Sportivli. Evdə giyməyəm. 6 manataydı. Sonra bir dənə belə qəşəng bir dəst. Dəst yox, köynək, əstağfurullah. Bir dənə də belə ürəyim gedir bodydən ötürü. Hay-hayla evdə yox imiş kimi Məryəm yığıldı da oldu gətirdi yenə. Bir dənə də belə duxi. Və olmazsa olmazımız corablar. Qara rəngi yox idi, ancaq bu rənglər idi. Bir dənə boz götürdüm, 2 dənə alt götürdüm. O pişi bu qədər bir şey getdi, nə qədər? 90 neçə manat getdi. İşte qızlar, bunları yerləşdirim qəşək-qəşək, səliqəlim. Hədiyyəli pakovka alaram, ona qəşək bəziyib belə qoyarım.